İmtahana son 12 gün. Bu arada imtihanım 15 Mart'tı, yani ikinci sonuyum. Ona göre dedim ki imtihana kadar bir yerde hazırlaşaq. İlk olarak 2020'den bu yana kimi olan bütün sınavları, bütün buraxılış imtahanını falan işləməyə çalışacağım. 2020'den öncəkilərə isə əgər vaxtım qalsa baxacağım. Amma ki, yəni vaxtım qalmasa ancaq 2020'den 2025 daxil olmaqla bütün buraxılış imtahanlarını güvən və ya OTK sınavlarına baxacağım. Saat indi 20:09, yəni 9-a işləyib artıq. Başlayaq. Mənim sabahkidən hazırlığım var ilk öncə. Biri informatika, biri riyaziyyatdır. İnformatikadan dərsim yoxdur, çünki proqramı bitirmişik deyə dərs verməyibdi. O riyaziyyatdan sabahlarım hesabat günüdür. Hesabat günündə bizdə elə bil ki, bizə məsələn bir həftə ərzində müəyyən bir ilin riyaziyyatın buraxılış imtahanları verilir, sınavları verilir. Biz onu o həftə yazıb bitiririk. Məsələn, bizə bu həftə 2022-nin sınavları, yəni imtahanları verilibdi. Biz onu yazdıq, bitirdik. Həftə bitəndən sonra isə həmin o sınavları bir daha qrupa atırlar. Biz o sualları əzbərləyirik. Əzbərlədikdən sonra müəllim bizə sorğu-sual edir, o dərsi qruplara bölüb və belə bir hesabat veririk. Səviyyəmizi ölçür, necə əzbərlədiyimizi falan ölçür. Məsələn, burada gördüyünüz kimi bu 5 Mart 2022'dir. Bu 6 Mart 2022'dir. But tread the water, child, and know that meanwhile rises the moon. Days pull you up just like a daffodil, uprooted from its garden. They'll tell you what you owe, but no, even so rises the moon. You'll be visited by sleep. I promise you that soon the autumn comes to steal away each dream you keep. Breathe, breathe. Uşaqlar, mən demək ki 2022'ni bitirirəm. Bir dənəsi qaldı deyəsən. Onu da sabah oxuyacağam.